Gəlin, sən də salamla. Necəsiniz qızlar, sabahınız xeyir olsun. O gün bilirsiniz də gəlmişdik pizza ində səhər yeməyinə. Qızım vlogda gördü, oranın səhər yeməklərini bəyənir dedim, amma mən də istəyirəm. O həmən gündə çox tezdən çıxmışdıq biz evdən. Ona görə Məryəmi durğuzub gətirməmişdim. Həm də qapıracam oynamağa. Buranı deyirdik. Hava qızlar çox qəşəngdir. İsti olsa da güneş Olsa da var. qəşəng külək var. Sərin külək var. Səhər yeməyinə də çıxıb uşaqlara aparacam biraz oynamağa. Elə arada özümüz də oynayarıq. Dərim Məryəm xanım. Baxın, amma qorxmayın da. Sağlam olmalı. Baxın qızlar, belə bir məhsulumuz gəlibdir. Türkiyədə bu trend yelpazələr var, yəqin ki görüb. Haycan, işləmir ki o dondurma oğlum. İşləyəndə alaram, yaxşı. İşləmir, qoy açılsın. Səhər yoxdan elə çox adam durmayıb. Bizim durub gəldiyimizə baxma. Hə qızlar, belə bu uşaq üçündür deyəndə şimdi üstü dəsənli, lap böyüklər də ala bilər. Belə qulplu növü də var. Fərmin xanım, sən də o birisini göstər. Belə sadə növü də var. Bizimkilər sadədəndir, Məryəm ki bundandır. Yəni bunlar yeni gələn məhsulumuzdur. Hele bunlar digər növlərdir biləcək qızlar. Qızlar. Mənimki açılış əla oldu. Belə bir şey, yəni bax balacada sumkada demək olar ki yer tutmur. Çox rahat bir şeydir. Mənim də sumkamda başqa rəngidir. Belə Buraya bax balaca kaşloku var, yəni içinə qoy, atırsa sumkaya. Uçsaydın olacaq. Heç nə olacaq da. Qiyməti də qızlar, qiyməti də 5 manatadır. Yəni kim istəsə çox rahat bir şey. Bir də o qədər qəşəng sərinləndirir ki. Gəl mən sənə bunu verim. Burasından tutmayın yeri. O qədər qəşəng qızlar sərinləndirir ki bu da. Yəni bir qırıq bir şeydir. Çox qəşəng sərinləndirir. Belə də bağlayırsınız. Belə də hə. Ha, qoyursunuz kaşlokunu atasınız, sumkada yer tutmur. Tutmur belə də, yəni. Yer tutmur, bəli. Belə qızlar, yəni yeni məhsulumuzda əgər kimsə istəsə yazıb əldə edə bilər. Türkiyədə bu məhsul viral bir məhsula çevrilibdir. Qlobala düşdü bu uşaq. Hər yeməyin olsa sizə çəkmişəm də keçən səfər gələndə, amma yenə də çəkirəm. Bebəklərim oturub səhər yeməyi yeyirlər. Yəni buranın səhər yeməyi həqiqətən çox bəyənir. Çox tatlıdır. Targovdakı pizza indi. Haçan istəsəz gəlin siz də. Yəni səhər yeməyə gəlmək istəsəz mütləq bura gəlin. Sökərim. Dondurmanı Leyla. Senden el olsun. Oradan yok buradan. Oradan yok buradan. Herkese de diyor oradan yok buradan kızlar. Şokolatlı verim ha. Kahvaltı verin. Kağıt al. Bakın oraya yok bura bence. Hadi buyur. Al. Hop. O. Haydi. Bak. Tut. Hadi bacım. Hadi kadın. Gel. Gel. Bak 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 bak. bak. Çekti canım. Hadi bak. Hoppa. Düşün. İçinde yok. Ne oldu? Karıcığım. Ver, ver, gel. Gel buraya. Bir yapıştır ha. Baba yapıştıracağız. Baba. O ne de ayağının altında tüne de ayağına bana. Hoppa. Vay 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 vay. Al bu da sana dondurma. Hop. Vay 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 vay. Gel buraya yat. Oynayın senden oyna. Hadi buyur. Beni sağ olun. Sen de sağ ol. Al 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 hop. Vay 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 vay. Düş olsun. Bugünkü vlogumuzu qızlar biraz tez yekunlaşdırdım. Səbəbi də o oldu ki, biraz evə tez getməli olduq bir müştərinin acil bir sifarişinə görə. İndi qaldığımız yerdən davam edirik. Bu Kərim bəyin kombini, bu da Məryəm xanımın kombini qarşınızdadır. İkisi də qəşəng bir dənə maraqlı bir yer tapmışıq. Heç nə olmaz qızım, bağlayaram. Çıxıbdı, açılıbdı. Açılıb aşkım, bağlamaq lazımdır. Yox, zincir yoxdur ki qıraqdan, belə açılır bu. Hə, götür, götür, gətir bağlayım. Hə. Hə, ver mənə bağlayaram. İndi maraqlı bir yer tapmışıq qızlar. Aparıram bunları ora. 28-də yerləşir getdiyimiz məkan. Heç vaxt getməyiblər Məryəmgil ora. Bəli, yeni bir məkandır Məryəmgil üçün. İndi gedirik ora. Məncə bəyənəcəklər. Əgər siz də bəyənsəz yorumlarda yazın tam adresini, adını, hər bir şey. Belə metrodan rahat da getmək. Amma yenə də tam adresini falan hər bir şeyini sizlər üçün bölüşərəm. Kərim deyir ki, mən orada zilyon rəngdə
geyinəcəm, suyun içərisində oynayacaqlar. Zilon rəngdə geyinib belə oynayacağım. Hələ Kərim. Bu xəttə girin, bu xəttə girin. İşte bu xəttə girin, yavaş-yavaş gedin. Axır ki qızlar gəldik, çatdıq. Biraz metrodan çıxanda paryumlu bir yoldu deyə biraz yorulduq. Baxın, məkan bu məkandır. İndi içərisində çəkəcəm. Kerim bak bebeğe. Ay sonra Meryem'e bakar. De Meryem. Ay ne güzeldi kızım be. Durun yan bayan çekin. Namam de. Namam de. Giyindiler. Bunlar hazırdılar. Meryem hemşekim pembe. Kerim de var. Ondan da. Şimdi bunlar yeni biliyorlar. Bakın qızlar, bu belə suzan aşağıda bu da bunu deməsə, silə də bunu yapacaqlar. İndi suzan aşağıdan daxil oldular. Şaka kalacaklar size oynaması var bu oyun için. Bak Meryem. Bak. Var mı yeri bacıya bak. Geri kalkıp burada uyuyoruz direkt. Bunları içine yaşayacağız. Qiymət olaraq da qızlardılar. Bir saatına hər uşağa oldu Yarım saat olmaz. Bir saat 14 manat. Bir saat 14 manat. Həm bu ərazidə, həm də burada oynaya biləcək uşaqlar. Təşkildən soruq da yemək ərazisi də var. Üstünə tökün. Hiç olmaz. Təşkildən soruq da yemək ərazisi də burada da yemək istəyir. Şimdi bir yer olmalıdır burada da. Varsa orada girə bilər. Məryəm, nə edirsən? Balıq tutmuşsan. Kərim. Ay Kərim. Kərim. Suyu bura tök, balıqlar üssün. Bura tök, balıqlar üssün oğlum. Tök, balıqlar çoxlu üssün. Aferin sənə.
Kərim o qədər tiksiz uşaqdır ki, bir damcı bir yerinə bir şey deyən kimi əllər, qollar qalxır göyə. Qədər sizcə dəyər bura 1 saatı 14 manat sizcə dəyər. Bir bu ərazidir, bir də bu ərazidir, 2 ərazidir. Mən daha rəngli gözləyirdim. Çox abartma uşağı sudan çölə qoyur əyrəsi olmağa. Ay palçıqda gülmədiyim. O uşağın həvəsini öldürmək üçün rəng bilməyir. Yarım saat onunla fəallanır. Pis deyil. Pis deyil, amma bu tip oyun zonalarının daha belə maraqlı olan yerləri var. Çeşidi zadı çox olan yerlər var. Qarmaq qoya bilərdi, balıq tutmaq. Eynən, amma bura pis deyil. Yəni qiymətinə görə pis deyil. Yəni uşaqlarımızı fərqli bir məkana aparmaq istəyirsinizsə gətirə bilərsiniz. Videoda gördük ki, balaca balığı canlı balıqlar. O bura deyildi, o başqa yer idi harası. Canlı balıqlar. Xırda, xırda balıq. Bu da yox da. Uşaqlar var. Çeşit balıq. Mesela çeşitleri Kərim, oğlum sən də götür, var burada ondan. Ay Kərim, bax, var ondan. Götür, sən də tut. Bax, balıq tutan, götür, tut sən də. Ha, sən də tut, çıqlı. Kərim, çoxlu çıqlı balıqlar tut. Çıqlı balıqlar, çoxlu. Ay, sağ ol Kərim. Qabı götür. Hə, onu da götürdüm. Kərimci yarasınlar. Yaxşı bunlara şort çıxmaq. İndi tök ora. Kərim, yekə qabı götür onun içindən oğlum. Gəl bə köməyim, gəl. Götür köməyim, gəl. İndi çıqlı balıqlar götür, at onun içinə. Sonra su doldu. Götür çıqlı balıqları. Aferin, at onun içinə. Tut, yenə tut. Aferin, yenə tut. Aferin. Yaxşı bunlara şort çıxmaq getirmiş. Aferin. Hə, aferin. Tut hamısını, qoy orada süzsünlər Kərim. Bunlar üzməyə, süzmək deyil qızlar bu arada. Ona görə elə dirəmə, o saat dramatik səhv tutmayın ki. Haycan. Tamam. Hə, səhv tutmayın ki, süzmək deyil, üzməkdir. Bizim uşaqlar süzmək deyirdi. Mən də onların dilində süzmək deyirəm. Əgər o düşənə olmaz. Sonra keçiriyor, yaxşı palçıra. Burada da uşaqlar çox palçıqla oynamaq istəyən uşaqlar. Bunların uşaqları daha çox oyuncuqları. Mesela bu yeni gaz oturursa elime böyle katıp çıkarmışsın. Çok var. Ay Kərim, nə qədər balıq tuttun sən? Bak onun içine tük. Kərim, sən çoxlu tuttun. Hə, ora tökülür, düz deyir. Oradan da sürüncə ora düşməlidir əslində. Yok, su tükürür. Elə? Böyle su yayır. Aferin balam, aferin. Yukarıda balıklar öyle değil mi? Hə, heç nə olmaz. Onsuz hamı bir gün ölür. Böyle gezi Çox vurmayıblar uşaqlara görə. İçəri daha sərin idi, geyim yeri. Hə. Uşaqlar su olur axı istər-istəməz. Ayca. Oo, Meryem bu nədir? Qoy onu çəkim. Mini balıklar çok iyi. Vay, Hala vay, vay. buralarda hele çok var. Ay, anne yavrum. Meryem maraklanıyor. Meryem, bunun yaşlı kelimelerden indi. Bakalım su doldur bir. Hə, yaşlı bir kərmə kərimlə oynayır. Kelimeler de bak.
bir şeyler demek ki bazı yerlerin yok 14 matura da ödemelisin. Orada ödemelisin. Fəriş xanıma baxın nə qəşəng görsənir. Deyirlər orada ama burada bir şey var ki yani o vaxtını bölə bilirsən. Bu arada qızlar zaqar almaq istəyəndə biraz özümüzü yandırmışıq yengili varı. Ona görə Yarım saat burada ama vaxtı bölə bilirsən də. Məsəl üçün bundan qabaq getdiyimiz əyləncə yerində qızlar 8 manat oradırsa 100 var 8 manatda o tərəf elə o digər əyləncə yerində ödəməlisən ama burada Elə elə deyil. vaxtını bölə bilirsən. bəli. İndi palçıq zonasına girəcəklər qızlar. Dolu giyim Paltarları dəyişirlər. Məryəm xanım geyinir. Sonra Kərim bəy geyinəcək. Hə oğlum? Mama. Hay canım. Mama ben sarı istiyorum. Sarı, buraya sarı razmeri var. Ay yok, ora su için olanlar, palçıq için oran oradır. Var burada bunlar. Gel. Sarı giyilir. Şimdi gidin paltığa tez. Yok, gözü ayakkabı nasıl giyinəcəksin gözlə. Ben ayakkabımı buraya koyuyorum. Hansılar? Ve bunu. Aha, götür onu, keçik ayağını. Altından içəraz mı yazıb, mənim balaca giyinmə? Yok, balaca giyinmə. Rahat oldu. Rahatdır. Qorxma, gir, qorxma, gir Kərim. Aferin, aferin. Otur sür. Otur sür. Ha, otur, otur, otur. Aferin. Haydi. Burası. Açıldı, hiç ne olmaz. Sürülmür, hə Kərim, sürülmür ha. Ancaq elə oturub palçıq daşıya bilirsən. Deyir Kərim, burada da var sürmək üçün, bax. Deyir, burada da var sürmək üçün Kərim təzəsi deyir. Jolti gəl. Götür, götür, götür. Aferin. İsteysen o günden ondan sonra yıllarlaysan ama bu lütfen. Onu öyrədin, yıxsın. Baş eləyə bilmədi. Hə, Kərim, gəl göstərsən. Qorxma, qorxma, yavaş. Bir de farklı sorsak çok bile orada çok bile. Doktor göstereceğim ben sana. Gəldin qızım. Tamam. Geç onu. Ama vaktim geçti yeniden oluyor. Çünkü o zaman kalktım. Narahat olma, narahat olma. Vaktim geçti. Rahat olma. Bir bakı gösterdiğim Ya, neyinirsən? Çəkdəsən. Kerime de başlasın. Gir, suya gir Kerem, gir. Kərim, bax, orada lapatka var oğlum. Ha burada oturma. Gir. Burada oturma. Olan nerede? Kerime de baksana. Qara, Kərim. Bak sebepleri var. Kerem bir etik var. Kerem tersis var orada. Etik. Məryəm, qardaşınla elə oyna sən qızım. Ben bak etik mektebim var. Orada tersis. Etik yapılar. Kullalar varmış. Ne geçti? Kullar kavgasılaydı. Hemen bastıramıyorlar. Bu nerede? Bak şimdi bana şimdi mavi bir şey yapıyordum. İşte bu da çok sıkıntı. Ay, şimdi bakmaya gerek. Orada işimiz nerede? Gir suya gir Kerem. Rahat diyebilirsin. Şapşuk diyebilirsin. Şapşuk hava geldi. Şapşuk böyle. Şöyle desin ben bu suya gireyim. Abi yok
lapatka ilə elə onu. Orada var değil. Falan yere git oradan yık maması. Kum orada çoxdur. Sür orada yık. Hə, orada çoxdur. Azca ora sür, azca qabağa sür. Kərim, ora sür azca oğlum, deyə ora sür. Aferin, fısı, aferin. İndi yık. Ay, fısı yığdın, aferin sənə. Siz ne edirsiniz Meryem Hanım? Ne pişirirsən? Menüda ne var? Palçıq supu. Ayca. Aferin sen. Öğretti seni bacı. Öğretti. Bak o terbiye olanlarda da var. Terbiye bak orası olmalı. Meryem. Ay Meryem. Palçıq supu, palçıq eriştəsi, dolması nədir? Hə. Narahat olma. Dəyişdiyinə görə də vaxtın getməz. Ayca. Orada palçıq az deyil Kərim. İstəyirsən ki, palçıq çox olan yerə. Mənim qardaşıma bəlkə padyaşka verəsən. Ora biraz palçıq töyür, mama qurban, o oynasın. Hə. Yox, su yox. Qumdan götür, biraz tök ora vedrədə filan. Meryem orada yoxdur, lapatka da var. Lapatka orada var Məryəm. Götür lapatka ilə ona qum qoy, yıxsın o traktor ilə. Yox. Geldi buraya, çevir buraya başından. Bak, ekskavatörünü çevir diyor. Gözler, bak, Aysa o kadar oradan yiyor. Ne işin görsen. Çekil. Getmişəm. Yığdın Kərim. Aferin sənə. Məryəm, əllərimi yoğ orada qızım. Məryəm, əllərimi yoğ təmiz. Əllərimi palçığa vurdum. Hayca. Ona oturmaq istəyirsən, otur. Ona, hə, gəl otur. Buna istəyirsən, gəl otur. Hı. Neler var? O ama işləmir bacı dedi Kərim. O dedi ki qırıqdır. Yıxlarsan o. O işləyir. Haydi. İlişdi o, ilişdi. Üstüne koy. Bir palçı kaşığı getir. Üreğe sevdim. Meryem. Çıkılsa. Buraya buranı büyük. Buranı büyük temizleme oldu. Kömeyler bunlara. Bu makine lazımsa bir yükseleceksin. O bütün sonunda zaten. Biri yıksın koysun, yiyorsun da. Marakonda da burada. Herkes şimdi onun yanından git. Şimdi onun yanından git. Götür. Koy onun yanına. Ya oraya yok, yanına. Bismillah. Uşaqlar əyləndik, bəyəndik. Mən çox ürəyimdə deyil, ama uşaqların ürəyimcədir. Yəni, uşaqlar əyləndik. Uşaq, kasaplı uşaqdır. Bir sərdir vermem. Uşaq suya parçalı koyun oynamak. Meryem gedən buranı yuyum elə gedir. Bura bizə saat 8-ə qədər açıq olur, onu da qeyd eləyim. Biz bir damcı gec gəldik və ona görə bir saat uşaqlar uzaqlanı bildik. Buradan da çıxardım uşaqları aparacağım yemək yemeye.
sonra da aparacam elə. Niyə gidəni qızlar uşaqlarla olub oturmuyor. Şimdi bu yaxınlardan inşallah ki, qardaşlarla bir yerdə həm özümüzü, həm də uşaqları gəzdirməyə aparacağıq. Ay mama. Can mama. Ay mama. Yok, yok aşkım, yok çəkildi. Yaxşıdır belə həyatım. Tamam. Koy kendinki de olsun. Instagramda da qızlar ad olaraq baxın vardı. Bu formada yazıb Instagramdan baxa bilərsiniz. Belə Instagram adları burada. Yəni istəsəz uşaqlarınızı gətirmək, yazıb gətirə bilərsiniz. Bizlər də çox xoşumuz orada. Qızlar uşaqlara yemək aldım. Bunlar dayanamakda deyir. Özümüzə də Necə yiyəcəm bilmirəm. özümüzə də burrito aldım. Baxın. Çox qəşəng görünür qızlar. Uşaqlar imkan vermə də çəkəm. Özümüzə də belə burrito almışam. İçərisini göstərsəz. İçərisi yox. Çox böyükdür qızlar. Qiyməti 990-dır, 10 manatdadır. Baxın maydanoz dönərdən almışam. Bax buradan almışam. 990, 1290-a var. Biz 990-dan aldıq. Bildik ki, yeyib qutara bilməyəcək. Hələ 990 olan belə çox böyükdür. Dadı nətərdir fərqli? Qəşəngdir. Dadı da qəşəngdir. Bizdən olsa olsun ki, saqqımızı halal verir. Bunun qızlar bir nəfər alıb 2 nəfər də yeyə bilər. Ortadan böldürüb tam belə elə bil ikiniz birini alıb yeyə bilərsiniz. Pərişlə mən birini bunu yeyə bilərəm. Çünki çox böyükdür, hədsiz və çox dadlıdır. Mən İstanbul'da Kərim də istəyirəm. Kərim lavaşlı yerindən ancaq işləyir. Necə qormora? Stol dəyişdim ama. Hə, dəyişmişəm. Baxın qızlar, içərisi də doludur, həqiqətən çox tatlıdır, çox ləzzətlidir. Başda yaşayanınız varsa 28 molda maydanoz dönərdən ala bilərsiniz. Kərin yedilər qızlar. Deməli, yeməklərin yedilər, çıxdılar, hədiyələrini aldılar qızlar. Bunu sabah dənizə gedəcəyik, dəniz üçün almışıq. Ve içine su doldursa bile pür. O birisi də bilmirəm nədir, götürüblər. He, indi Kerim açaq. Gel. Evdə burada açırsınız. Tamam, burada Yaxşı, açaq. aç. Merak geliyor. Yaxşı, açın. Bir ben açayım. Açayım. Gözü. Sen buradan açırsan he? Değil buradan. He. Sen bir aç. Nə maraqlı bir şeydir bu mənə yəni. Açamadım diye. Açamadım. Kərimə də kömək eləyin, Kərim də açsın. Ay. Aa. Məryəm, evdə qurarsan onu qızım. Əlində tut, evdə qurarsan. Burada tökülüb bitəcək. Ay Kərim, nə qəşəngdir o. Wow, çox qəşəng. Bax, Mama da nasıldı? çox qəşəngdir oğlum. Bu evde kırılmazdı kız. Ona göre Koy içine evde kurarsınız. Mama bastı. Mamanın da maç elə, mamanı maç elə. Mama. Sen de maç ile. Mama. Haydi. Robot de bu. Kartı. Kızlar bugün çıxmışıq. Küləkli havada uçurtmaları tutmaq istəyirik. Leyla dilini tapdı. Uçurdur geçir uçurtmanı. Meryem de çalışır nəsə eləməm, o da uçurdur. Çox maraqlıdır geçir. Bütün uşaqlar parkdan baxırdı ayaqdan. Leyla sen de geçir alın da. Meryem yukarıya at kızım. Uşaqlar altından çəkilin başımıza dəyər. Hoppa Meryem. Maladies. Kaldır aşkım yukarı. Gel bir sana kömeylesin. Yo dayan. Bırak bebe. Bebe.
Uçur axı. Leyla en güzel sizden var. Ay bebi geldi bura. Niçivo kaldır. Ay bebi. Ay bebi sen bunu Sen oradan çık. Uçur bak seninki de bak. Buradan koy idareli. Müzik olan çevirim gösterdim. Bir de bakın çeviriminki de bile raketti. Kızlar nasıl? Tavus kuşu beni vurmuştu. Kerim. Kerim. Haydi. Ay ağacı düşmedi. Leyla ne geçe uçtu sizce? Kim pis olur? Aşkım sen açmalısın da biraz ona göre. Oraya koyma aç. Açırsan görsek iyidir. Bak. Çok aç. Qızlar, bayaqdan sifarişlər hazırlayırıq. Bu hissədə olan sifariş Amerikaya gedəcək. Qərarlaşdırılsın, yekunlaşdırılsın, çəkəcəm sizə. Bu hissədə olan artıq seçilib hazırdır. Bu heç müştərimiz olan hədiyyədir. Müştərimiz bunu bizdən bir il əvvəl filan almışdı. Bitmişdi əslində. Bir ədəd var idi. Bundan hədiyyə qoyduq müştərimizə. Bu digərləri isə öz seçimidir. Deyir, Rusiyada olmağıma baxmayaraq hardan sprey alıramsa alım. Lola xanım sizinkilərin qalıcılığını yerini vermir. İnanın deyir, bir danış 5 dəqiqə qalmır, amma deyir sizdən aldıqlarımdan o qədər razıyam ki, ona görə baxın bütün növbədən spreylərimizdən qəşəng-qəşəng fərqli növlərdən götürdü. Bu parfümdən mənim öz istifadə etdiyim parfümdən götürdü. Saç parfümü götürdü. Belə Delina'nın 2 ədəd minnoş parfümlərindən götürdü. Belə bir set götürdü. Müştərimiz üçün qəşəng paketlənmə də olacaq və bu sifarişimiz bizim inşallah sabah Rusiyaya yola çıxacaq. Bu vlogumuzu qızlar burada sonlandırıram. Uşaqları indi aparıram. Yəni çəkdiyim vlogun ertəsi günü də aparıram indi uşaqlarımızı dənizə. Hava çox qəşəngdir, istidir. Bir şey nəzərinizə çatdırmaq istəyirəm. Bununla bağlı dəfələrlə mən məlumat vermişəm, amma yenə də baxıram ki, bir çox insanlar artıq nəinki az yaşlı uşaqlar, yetişkinlərə belə bu təsir etmir. Artıq dərəcədə xahiş edirəm qızlar. O gün Saadət özü də canlaşanda orada dayanmadan yazırdılar ki, mənə nömrəni ver, mənə nömrəni ver. Çoxsu da az yaşlılar idi. Saadət özü də dedi ki, niyə mən nömrə verməliyəm ki? Yəni niyə də nömrə verməlidir də düz deyir. Ailəli insandır. Hər adama day durdu, bütün izləyicilərə nömrə versə nə oldu? Onda bütün gün onun telefonu susmaz ki. Və Saadət vlog çəkməyən kimi 2 gün, 3 gün vlog çəkməyən kimi qızlar məni narahat eləməyə başlayırsınız siz. Gah mesajla, gah zənglə, gah dayanmadan səslər atırsınız. Saadət özü Instagramda storylər paylaşır, TikTokunda videolar paylaşır, YouTube'un hətta shortsunda belə videolar paylaşır. Yəni bunu görürsünüz ki, hər şey yaxşıdır, qaydasındadır. O gün mənə hələ biri yazıb ki, nə oldu, yenə yoxa çıxdı, prim üçün Allah bilir çıxıb nə açıqlama verəcək, nə edəcək. Deyirəm, xanım, sizdə hər şey yaxşıdır. Yetişkin insandır ya bunu yazan. Sizdə deyirəm, hər şey yaxşıdır, sizdə çatır. Siz görmürsünüz ki, Saadət hər gün diş həkiminə gedir, onu paylaşır, nə bilim istirahətinə gedir, onu paylaşır. Yəni hal-hazırda da dişini düzəltdirir deyə. Ola bilər ki, vlog çəkə bilmir. Yəni bu normal bir şeydir. Dişi hal-hazırda onun düzəlmə prosesindədir deyə rahat vlog çəkə bilmir. Yəni bunu niyə belə drama bağlayırsınız? Biri var ki, ümumiyyətlə yoxa çıxsa, heç harda heç nə paylaşmasa, deyərəm ki, hə də izləyicisiz, narahatsız. Amma bu yazıq hər yerdə hər şey paylaşır. Getdiyi diş həkiminə qədər paylaşır. Nə bilim, uşağını paylaşır, özünü paylaşır, özü ilə yoldaşının videolarını paylaşır. Yəni bunu paylaşa siz hansı haqqla deyirsiniz ki, yəqin ki, prim yığır, Allah bilir çıxıb nə açıqlama verəcək. Yaxşıdır sizdə hər şey. Yəni insanları bir rahat buraxın, insanları bir sərbəst buraxın. Birincisi yaydır. Havalar isti keçir. O da istirahət eləməyə haqqı var. Yəni bütün ili blog olsun, nə bilim, bu blogerlik üzrə reklamlar olsun, məclislər olsun, bu insan işləyir. Düzdür. Yəni bunun 2 ay istirahət eləməyə haqqı yoxdur. Bəsdirin, bu insanların həyatına qıraqdan müdaxilə elədiniz, ağsaqqal kimi davrandınız və başqa insanların həyatına görə digər insanların narahat elədiniz, bəsdirin. Artıq mən bilmirəm sizlə hansı dildə danışım. Vallahi, yəni bir də mənə kimsə yazsa, sual versə, ay Saadət niyə vlog paylaşmır? Ay nə bilim prim yığırsınız, ay niyə edirsiniz, ay onu edirsiniz. Açıq aşkar həmən nömrəni paylaşacağım. Bəsdirin dayı, mən artıq təngə gəlmişəm. Mən bu nömrəni burada işim üçün qoymuşam ki, sifarişlə bağlı biri kim istəsə yazsın. Siz işimdən başqa hər şeylə bağlı məni narahat eləyirsiniz. Yazmayın. Mənə kiminsə haqqında, kim kimdən küsür, kim kimdən barışır. Ay ola sən filan kəsi tanıyırsanmı, filan kəsin nömrəsini bilirsənmi, bununla bağlı filan kəslə küslüsənmi, barış, bununla bağlı mənə heç kim, heç nə yazmasın. Qaldı Saadətə.
Saadət özü videoda paylaşır, storyda paylaşır, vlog paylaşmaq məcburiyyətində deyil. Vaxt olanda paylaşır. İndi hal-hazırda dişini düzəltdirir, özünü yaxşı hiss eləmir, paylaşmır. Özünü yaxşı hiss eləndə paylaşacaq və buna heç kimin qarışmağa ixtiyarı yoxdur. Əl çəkin, cəmaatdan əl çəkin, qoyun cəmaat istirahətini eləsin. Onu da bezdirmişsiniz. O gün TikTokda bir damcı canlaşmışdı. Canlıda başladılar. Niyə vlog paylaşmırsan, niyə vlog paylaşmırsan, niyə vlog paylaşmırsan, nömrəni yaz, nömrəni. Nə olub bu sizə? Nə olub bu sizə? İnsanların həyatına bu boyda müdaxilə eləməyə sizin haqqınız yoxdur. Yoxdur haqqınız. Yoxdur. Hələ dünən biri yazıb ki, biri yox, daha doğrusu ikisi yazıb ki, biri mənə yazıb ki, vallahi səni çox istəyirəm deyirəm, bu dırnaqlar yaxşı deyil. Elə bilə bir il bundan qabaq çəkilən bir videonu paylaşmışam qızlar. Orada da bizdə bilmirəm, bilmirsiniz. Bizdə geyim səhifəsi də var. O səhifədə bizim özümüzün tasarımlarımız var. Hansı ki o tasarımlar satışda olur. Dollar desenli markalardır hamısı. Daha doğrusu parçalardır. O parçalar üzərində geyimlər tikilir, satılır. Tişört olsun, lakin olsun, nə bilim, bu tip şeylər satılır. Və o geyimlərin çəkilişinə görə bir il bundan qabaq rayona getmişdik. Orada sırf bu dollar desenli pastelimiz çıxmışdı bizim. Onun çəkilişini etmək üçün dırnaqlarımı belə uzun formada dollar desenində yıldırmışdıq. Sırf o çəkilişə görə çəkilişdən də sonra söküldü təbii ki. Ay Allah, sizi çox istəyirəm deyirəm. Sizi qurban. Sizi çox istəyirəm deyirəm. Yaxşı görünmür, nə bilim səviyyəli görünmür, qıcı görünür. Ay quzum, qıcı görünən sizin elədiyiniz bu hərəkətlə insanların həyatına burnunuzu qıraqdan soxmaqdır. Lap mən onu özüm üçün keyfimdən eləmişəm, deyək ki, dırnaq eləmişəm uzun. Onu mən daşıyıram. Sənə nə? Sənə niyə narahat eləyib? Sonra biri yazıb ki, bunlar süniləşib də artıq. Saadətin dırnağı nə boyda, kirpiyi nə boyda. Bu da getdikcə dırnağı uzadır. Ay bala, sənə nə? Kirpiyi Saadət daşıyır, dırnağı Saadət daşıyır. Mən daşıyıram. Sənə nə? Sənə nə? Sənə nə? Saadət cavan gəlindir. Yəni, cavan insandır. Yoldaşı üçün bəzənir, düzənir, geyinir, keçinir, əcəb eləyir, sənə nə? Sənə nə? Ondan sənə nə? Vallahi sizə icazə versələr, bax burada bu rəy yazan insanlar var, mənfi rəy yazan. Sizə icazə versələr, o qədər öz başınalıqlar eləyərsiniz. Biz yəni normal baxımımızı eləyirik. Siz ondan qırağa çıxarsınız. İcazə versələr. Sadəcə bir çoxumuzun eləmək istəyib də deyə də bilmədim. Eləyə bilmədiyi şeylər var. Onların acığına çıxırsınız bizim kimi normal adi insanlardan. Yəni nə? Nə də nə? Bununla bağlı axırıncı xəbərdarlığımı da eləyirəm. Bir də mənə kim yazsa ki, Saadət niyə vlog paylaşmır? Siz prim yığacaqsınız. Ay elə, ay belə, ay niyə filan kəslə danışmırsınız, filan kəs belə. Bu tip suallar mənim şəxsi nömrəmə gəlsə, rəylərdir, əviz nə istəyir yazın. Problem yoxdur. Yəni yazın, uzağı xoşuma gəlməyəni atıram bloka çıxır gedir. Kimi görmək istəmirəm, atıram bloka çıxır gedir. Yəni niyə də mən göz zövqümü körləmalıyam elə mənfi insanlarla? Körləməmalıyam. Ona görə atıram bloka çıxır gedir. Amma WhatsAppımda, mənim iş WhatsAppımda, işimdən kənar kimlər ki artıq əksik yazsa, o elə, o belə, bu elə, bu belə, o nömrəni götürəcəm, bir hamısını skrin edib saxlayacağam və açıq şəkildə paylaşacağam. Yəni bu xəbərdarlığı eləyirəm ki, sonra demədi deməyin. Bu da mənim olsun son xəbərdarlığım. Bu vlogumuzu da burada yekunlaşdırıram. Qızlar yaydı, yay tətilidir deyə sıx vlog paylaşa bilmirik. Uşaqlara ayırmışam bütün vaxtımı. Həqiqətən də yəni hər günüm uşaqlarla keçir. Hər günüm uşaqlarıma ayırmışam. Uşaqlara ayırmışam bütün vaxtımı. İşlə bağlı, ürəyiniz nə istəsə, məhsulla bağlı bizim WhatsApp nömrəmizə yaza bilərsiniz. Kənar mövzuna bağlı yazan hər kəsi dediyim kimi nömrəsini artıq paylaşacağım. Çünki artıq heç cür bacara bilmirəm. İşlə bağlama nə istəsəz yaza bilərsiniz, sual verə bilərsiniz, sifariş edə bilərsiniz. Vlogumuzu burada sonlandırıram. Uşaqlara param dənizə çatdıra bilsəm əgər, bugün qəşəng vlog çəkəcəm. Uşaqları dənizdə qəşəng çəkəcəm. Uşaqlara dünən hayca! Kərim bəy də durdu, artıq keçməyə hazırım. Ansiya uşaqlarımızı bugün çəkəcəm. Dünən də onlara vlogda gördünüzdə maraqlı dəniz üçün belə oyuncaq falan almışdım. Elə, səsi qulağıma gəldi onda. Oyuncaq falan almışam. Onlarla oynayıb eləyəndə çəkəcəm. Uşaqları da əgər alınsa, çatdıra bilsəm. Çünki dənizdə biz uşaqları bir dəqiqə nəzarətinə çəkərəm. Amma yaxınlarda, irəliki vloglarımızda rayonlara filan gedəcək. Onların hər birini çəkəcəm sizlərlə. İzləmədə qalın, vloglarımızda aktiv olun. Aktiv olun ki, bizim də vlog çəkib paylaşmağa həvəsimiz olsun. Bir də qızlar, bu yaxınlarda inşallah çantalarımı çəkəcəm sizlər üçün. Ola bilsin ki, elə bu vlogdan sonra dəniz vlogunu vursam, heç vurmasam, növbəti vlogu çantam vlogu ola bilər. Yəni, bütün nə qədər çantalarım varsa çox baxıram, həddindən artıq çox istək gəlir o vloga. Çantalarımı çəkəcəm, paylaşacağam. İnşallah siz də baxarsınız. Öpürəm sizləri qızlar. Hələlik.